44 günlük Vətən müharibəsi bizə neçə igid tanıtdı. Onların hər biri qəhrəmanlığı nümunədir. Torpağımız işğaldan azad etmək üçün vuruşan və bu yolda canından keçən oğullardan biri də Göyçay rayonu Cərli kəndin şəhidi Ömərli Kənan Elxanoğlunun 6 oktyabr 2025-ci ildə 5-ci il dönümünü məzarı önündə qeyd olundu. Mərasimdə şəhid ailələri, yaxınları, kənd sakinləri, ziyalılar və Göyçay Texnologiya Kolleci kollektiv müəllimlər və Cərli kənd müəllimləri şagirdlərlə iştirak etdilər. Əvvəlcə şəhidimizin ruhuna dualar oxunub və bir dəqiqəlik sükutla böyük ehtiramla yad edildi. Şəhid ailələri və ziyalılar, müəllimlər şəhidimizin xatirələrindən bəhs etdilər və məktəb şagirdləri şeirlər səsləndirdilər. Vətəni qorumaq üçün düşmən gülləsinə sipər oldun sən. Qanunla xəritə düzələk bugün. Bizlərə eylədin əmanət vətən. Ey şəhid, igidlik dastanı yazdın. Tarixə şəhidlik möhrü vurdun. Düşmən yazdığını qanunla pozdun. Torpağın adını sən vətən qoydun. Ey şəhid, getdiyin cənnətdə səni nur üzlü şəhzadə qarşılayacaq. Peyğəmbər nəvəsi İmam Hüseyni görəndə sevincin aşıb daşacaq. Ey şəhid, haqqını halal et bizə. Qalan ömrümüzü borcluyuq sizə. Qoymadın xar düşə qeyrətimizə. Canını verməklə qurban vətənə. Xatırladaq ki, Ömərli Kənan 1999-cu il martın 8-də Göyçay rayonu Cərli kəndində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Kənan Ömərli 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb. Tovuz hadisələri zamanı adını könüllü olaraq yazdırmış, hərbi səfərbərlik çağırışı ilə sentyabrın 29-u cəbhəyə yollanmışdı. Ailənin son 5 övladı idi Kənan. 10 ay idi ki, hərbi xidməti bitirib gəlmişdi. Hələ hərbi xidmətdə olanda ata-anasına komandirlər tərəfindən təşəkkürnamələr gəlirdi. Nümunəvi əsgər idi xidmətində. Hərbidə qalmaq istəyirdi, ailəsi isə razı olmamışdı. Kənan tez-tez deyirdi, şəhid olacam. Hamı ilə halallaşırdı. Kimi görürdü, halallıq istəyirdi Kənan. Çox səbirsizləşirdi. Müharibəyə başlayanda ona çağırış gəlmirdi deyə səbirsizləşirdi. Nəhayət, gözlədiyi mesaj ona da gəldi. 29 sentyabr saat 19:02-də Kənan telefonunda gözlədiyim an gəldi deyə yazı da yazmışdı. Ailəsi ilə sağollaşıb da son sözü şəhid olacam. Oktyabrın 5-i gecə saat 23:00 radələrində Kənan Ömərli Ağdam uğrunda gedən döyüşlərdə şücaət göstərərək oktyabrın 6-sında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Göyçay rayonu Cərli kənd qəbirstanlığında dəfn olunub. Kənan həmin il Gəncə Texnologiya Universitetinə qəbul olsa da, şəhidlik zirvəsinə ucaldığı üçün universitetdə təhsilini davam edə bilmədi. Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissəsi qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sərəncamı əsasında vətən uğrunda 3-cü dərəcəli vətənə xidmətə görə Ağdamın azad olunması uğrunda medalları ilə təltif edilmişdir. Sonunda şəhid ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun şəhidim. Əməkdaşımız xüsusi müxbir İsmailov Zəka Göyçaylı, Həmidov Bəhrul Göyçaylı səsləndirdi Bədəzadə Fatimə. Azərbaycan internet televiziyası üçün yayınlandı. Göyçay Cərli kəndi diqqətiniz üçün təşəkkürlər.